Göyçaydayam və sizə şad xəbərim var. Göyçaylılara şad xəbər. Bilirsiniz, yolum tez-tez Göyçaydan düşür və elə yol üstü Ucar Bərgüşat yolunun üstündə Qızılağac kəndi yaxınlığında Bolluq marketdən alışveriş eləmək istədim və gözüm elə bu endirim plakatına sataşdım. Sən demə, burada böyük bir endirim başlayır ayın 22-sindən. Xatırladım ki, Bolluq market Göyçayda bir neçə yerdə yerləşir və şəhərin mərkəzində də həmin o tanıdığınız məşhur Bolluq marketin bir şəbəkəsi də Ucar Bərgüşat yolunun üzərində yerləşir. Qızılağac kəndi ilə üzbəyiz. Gördüyünüz bu plakatda stenddə gördüyünüz bütün məhsulların hamısına sabahdan endirim var və burada Krestiyanski yağ var 19 manat 90 qəpiyə, Uruzda quru yağı var 13 manat 99 qəpiyə, Yurdun quru yağı var, Final yağı, qardıqalı yağlarına endirim var, Solma içinə günə baxan yağlarına endirim var 1 manat 99 qəpiyə və sonra burada toyuq əti var, daha sonra mangal üstü sasiskalar var. Daha sonra best kalbasalar var boyun ətindən, sonra Çin yamalakoları var, yumurtaya, peçenyalara, saçaqlı pendirə, yuyucu vasitələr, yuyucu vasitələrinə endirim var. Və bu kampanya xatırladım ki, burada Bolluq marketin açılışından 1 yaşına özel hazırlanıb, yerləşdirilib və həmçinin 100 manatlıq alışveriş eləyənlərə 20 müştəriyə məişət aladanlıqları hədiyyə olacaq və həmçinin hədiyyələrlə yanaşı yanınızda gətirdiyiniz körpələri də unutmayıb. Bolluq Şirniyyat evinin əməkdaşları və uşaqlara da ayrıca hədiyyələr var və həmçinin burada alışveriş elədiyiniz müddətdə dada bilərsiniz şirniyyatlardan, kalbasalardan ürəyiniz istədiyi qədər limitsiz sayda dadıb nuş eləyə bilərsiniz. Gedək hədiyyələrin nədən ibarət olduğunu göstərək. Bayaq qeyd elədiyim kimi 100 manat civarında alışveriş eləyən müştərilər, 20 müştəri burada gördüyünüz qiymətli elektronik əşyalardan birini kupon vasitəsilə seçə biləcəklər. Görürsünüz qızlar, xüsusən də qızların daha çox seçim olar. Saç quruducu hava feni, sonra saç düzləşdirici fel var. Burada görürəm mən. Elektron hava var. Daha sonra soba var, peç. Sonra burada çay dəstgahı var, dəsti, qazan və digər əşyalar, elektronik əşyalar. Burada gördüyünüz gibi sonra kişilər üçün üst qırpan vasitə və daha sonra fen, mikser və digər sadalamadığımız elektronik əşyalardan 100 manat üstü 100 manat civarında alışveriş eləyən müştərilərə, 20 müştəriyə fon vasitəsilə bu gözəl qiymətli hədiyyələrdən birini seçmək imkanı olacaq. Qaçırmayın. Plakatda gördüyünüz məhsullardan əlavə marketin içində də digər məhsullar endirimlərdir. Belə gördüyünüz yuyucu vasitələr cəmi 1 manat 69 qəpiyə, abi yel yuyucu vasitəsi cəmi 6 manat 99 qəpiyə, sonra burada içkilər var, kola cəmi 99 qəpiyə, sonra burada şirələr var, meyvə şirələri 1 manat 49 qəpiyə, daha sonra yağ məhsulları var. Bu gördüyünüz 5 litrlik yağ cəmi 13 manat 99 qəpiyə, 5 litrlik digər yağ, yurdum yağı 14 manat 49 qəpiyə, final yağları 8 manat 99 qəpiyə, sol eşmə yağı 1 manat 99 qəpiyə. Qeyd elədiyim kimi bütün bu məhsulları ayın 22-sindən əldə edə bilərsiniz. Pepsi sevərlər, sizi də unutmamışıq, 1 manat 49 qəpiyə 2 litrlik Pepsidən alıb ləzzətlə nuş edə bilərsiniz. Daha sonra burada belə makaron məmulatları var. Panelli firmasına məxsus 5 kiloqramlıq makaron məmulatı cəmi 3 manat 49 qəpiyə. Açıqcası sadəcə yol üstü alışveriş eləmək istəmişdim bir şeylər açdırmaq üçün, amma bu qədər məhsulları görüb, baxın, bu qədər alışveriş elədim və Göyçaydakı ailəmi unutmadım. Məncə siz də unutmayın və ayın 22-si, iyunun 22-si xatırlanıram, mütləq yolunuz Bolluq marketin üzərindən keçməsə də bu endirimlərdən yararlanmaq üçün mütləq bura qonaq gəlir. Bilirəm ki, bəzi valideynlər rahat alışveriş eləmək üçün uşaqlarının yanında gətirmirlər, mane olmasın deyə. Amma bu dəfə uşaqlarınızı gətirin. Çünki uşaqlarınız üçün bolluca hədiyyələr də burada var. Xüsusən də qızlar üçün belə Barbie kuklalar və belə bütünlüklə hədiyyələr. Və əziz dostlar, diqqətimi bir şey çəkdi. Bunu axtarmaq üçün bəlkə də Bakıya və yaxud da digər rayonlara gedirsiniz. Bu konki sürən ayaqqabılardır, xüsusi uşaqlar üçün və bunu da bu mağazadan əldə edə bilərsiniz.
Kənd məhsulları, ağartı məhsulları olan bölməyə. Burada gördüyünüz bütün ağartı məhsullarına endirim olacaq. Yüksək çeşidli, bütün çeşiddə gördüyünüz bütün kalbasa və sasis məmulatlarının hamısına endirim var. Və kənd məhsullarından normalda 13 qəpiyə satılan yumurta cəmi 8 qəpiyə olacaq. Bu fürsəti qaçırmamağı məsləhət görürəm. Daha sonra burada ədviyyat məhsulları da var və gördüyünüz kalbasa sevərlər bütün kalbasalara bahalı, yəni keyfiyyətli kalbasaların hamısı Ayın 22-si Bolluk Marketin Qızılağac filialında yerləşən mağazasında endirim olacaq. Bu fürsətdən yararlanın. Gördüyünüz məhsul simurq toyuğudur və ayın 22-si bu toyuq cəmi 5 manat 20 qəpiyə olacaq və burada gördüyünüz digər simurq firmasına məxsus bastırma, kabablı, tikəli ətlər var. Hamısı endirimdə olacaq. Ayın 22-si mütləq bu endirimlərdən yararlanmaq üçün mağazamıza yaxınlaşa bilərsiniz və gördüyünüz yağ məhsulları da burada çeşid sıralanıb. Sunar, yudum, solnitsaya, evdil yağları, cəmi hamısı ayın 22-si endirimdə olacaq. Və həmçinin sağlamlığının qeydinə qalanlar yuxarıda zeytun yağları, keyfiyyətli zeytun yağları da əldə edə bilərlər. Onlar da endirimli qiymətə sizə təqdim olacaq. Əziz Göyçaylılar, Göyçayımızda istehsal olunan salfetlər də var, bilirsiniz, məşhur Çinar brendi və zeytun növbənöv çeşidlərdə hamısına endirim var və bundan əlavə körpə uşaqları olan analar Fredo pampeslərinə də endirim var. Bundan da yararlana bilərsiniz. Xüsusilə də təmizlik vasitəsi olaraq çeşid salfetlərdən yararlanmağı məsləhət görürəm. Girmişdim sadəcə bir-iki dənə atışdırmalıq almaq üçün sok və yaxud da Kenya. Bu qədər məhsullarla gücüm də çatmır. İndi xahiş edəcəm mənə kömək eləsinlər, bunu başlıma qədər aparaq. Və bu qədər məhsullarla